gəlmisiniz. Yaxşı ki, gəlmisiniz. Sizi gördüm, çox şad oldum. Əslində, bura çoxdandır, 7 ildə artıq fəaliyyət göstərir. Sadəcə, heç cür cəsarət elə bilmirdim ki, insanları çağırım. Məni kənarda görürlər həmişə. Görürlər ki, caterinlə məşğulam, amma işimi bilmirlər, yerimi bilmirlər. İstəyirəm, biraz fəaliyyətim haqqında məlumat verim. Mən tanıyırsınız çoxunuz, Nilufər Qara. 2016-cı ildən Landşef Catering şirkətini təsis etmişəm. Çox çətinliklə əslində ərsəyə gəlib. Çünki mən qurduğum müddətdə heç kəsin məlumatı yox idi, heç kəs bilmirdi. İşlədə buranı 3 dəfə böyütdüm. Axırıncı dəfə böyüdəndə Kitay Yapon ağlı ilə böyütdüm. Bəzi dəyişikliklər elədim, işçi sayını azaltdım, texnikaları qoydum. Daha biraz əl əməyindən biraz kənarlaşdıq, rutin işlər avtomata bağlandı. Bu kimi sahəmizi böyütdük. Bura bizdə soyuq zonadır. Burada hansı ki salatlar, nə bilim, bu əraziyə heç bir çirkli məhsul girmir. Bakteriyalı ola bilər deyə görəcəksiniz öndə çirkli zonadır. O çirkli zonada yuyulur, soyulur, təmizlənir, dezinfeksiya olunur, xaladenikə yerləşdirilir və xaladenikdən sonra təmiz zonaya daxil olur, istehsal olunur. Bu soyuq zonadır, bu sahə furşet hissəsidir. Yəni zaboru aşmadan, divarı aşmadan necə texnologiya gətirməklə, yəni avadanlıq gətirdiyi bir işçinin əvəzi zonaları böldük və burada bacardığımız qədər əlavə zonaları çıxartdıq bu daxildən. Yəni burada furşet hissəsidir. Bu təmiz zonada salat hissəsidir, bu qaryaçı hissədir. Dediyim kimi avadanlıqları dəyişdik, daha çox neynədik? Məsələn, yeri dəyişməkdənsə, məsələn, mən avadanlıq aldım, devirmə qazandır bu. Bu qazan bir nəfərə, məsələn, bir dəfəyə 80 litr olaraq yemək bişirir, yemək hazırlayır. Bunda bişəndən sonra qazana ehtiyac yoxdur. Bunu biz devirmə ona görə deyirlər ki, çevrilir, suyla yuyulur, təmizlənir. Yəni bunu aparıb moykaya qoymağa ehtiyac yoxdur. Məsələn, burada da 80, 100, 200 nəfərlik bir dənə bu belə qazandır, belə bir şeydir də. Açılır, içərisində yeməklər bişirilir, istehsal olunur və göndərilir. Yəni bir dəfəyə biz qazandan istifadə eləmirik. Yəni bu məsələn 2 nəfər işçinin, 1 nəfər işçinin əvəzidir.